Neftçala rayonunun Həsənabad kənd məktəbi uzun illərdir yararsız vəziyyətdədir. Son 2 ildə isə qəzalı vəziyyətə düşən məktəbdə dərs keçmək artıq təhlükəli həddə çatıb. Bura Neftçalanın Həsənabad qəsəbə tam orta məktəbinin binasıdır. İlk baxışdan hər şey qaydasında görünür. Amma sən demə bu məktəbin dərdləri böyükmüş, özü də lap böyük. 1176 şagird yerlik, 3 mərtəbədən ibarət olan məktəb binası 38 il bundan əvvəl istifadəyə verilib. O vaxtdan bugünə kimi bir dəfə də olsun əsaslı təmir olunmayıb. 30 il əvvəl isə istilik sistemləri kəsilib. Baxımsız qalan məktəb tədricən yararsız hala düşüb, özülü dağılmağa başlayıb. Keçən ilin fevralında baş verən təbii fəlakət nəticəsində məktəb binasının tam örtüyü də çöküb. Qış-payız aylarında yağan qar yağış sinif otaqlarına dolduğundan divarlar göyərib. Kifiyindən nəfəs almaq belə mümkün deyil. Məktəbin yaralarına məlhəm qoyulmaması kollektivini ciddi narahat edir. Məktəbimizin qəzalı vəziyyətdə olması bizim məktəb şagirdlərinin dərsə davamiyyətinə təsir göstərir. Bu, valideynlər arasında da böyük narazılıqlara səbəb olur. Məktəb direktorunun dediyinə görə Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən binaya baxış keçirilib. Qəzalı olması bir daha təsdiq olunub. O vaxtdan xeyli vaxt keçib. Mən ümid edirəm ki, bu məktəbimizin bu vəziyyətdə olmağı müvafiq təşkilatları, ümid bəslədiyimiz rəhbərlərimizdən biz bunu gözləyirik ki, bizim məktəbimizə üz çevirsinlər və bizim məktəbimizin gələcəyinə bir balaca təkan versinlər. Məsələ ilə bağlı rayon təhsil şöbəsindən bildirildi ki, məktəbin qəzalı olması barədə sənədlər hazırlanaraq Nazirlər Kabinetinə göndərilib. Yeni məktəb binasının tikintisi üçün vəsait ayrılması gözlənilir. Ümid edək ki, şagirdlər və kollektiv binanın əsaslı təmirini çox gözləməyəcək. Pərvanə Əliyeva, Vüqar Məlikov, Neftçala.